Norveç səhiyyəsi ilə bağlı maraqlı statistika ilə sizi tanış edeyim. Bir çoxlarınız üçün bu çox təəccüblü, maraqlı məlumat olacaq düşünürəm ki. Belə ki, Norveçdə ən çox yayılmış xəstəliklərdən biri olan, dünya statistikasına görə də yüksək yerlərdə tutan xəstəliklə bağlı danışacağım. Bu, nə qədər qəribə də olsa, xərçəng xəstəliyidir. Xərçəng xəstəliyi Norveçdə çox böyük vüsət alıb, çox böyük yayılıb. Yəni əhalisi az olan Norveç üçün onlarda olan göstərici çox yüksək səviyyədədir. İndi çalışacağam bunun səbəblərini və statistik məlumatlarını sizinlə tanış edeyim. Yeri gəlmişkən onu da qeyd edeyim ki, bu Norveçin ən uzun çayıdır, Glomma çayıdır. 605 kilometr uzunluğundadır. Dəniz axır sonda. Norveç xərçəng xəstəliyinə görə dünya inkişaf etmiş ölkələri arasında 5-ci sıradadır. Yəni bir daha qeyd edim, dünyada inkişaf etmiş ölkələr sırasında. Burada 3-cü dünya ölkələri və yaxud inkişaf etməkdə olan Azərbaycan, Rusiya, Türkiyə, nə bilim bu tip ölkələr sırasında yox, məhz inkişaf etmiş ölkələr sırasında. İlk sırada Yeni Zelandiya, Avstraliya, Danimarka, ABŞ və sonra 5-ci Norveç gəlir. Fikirləşərsiniz ki, dünyanın ən inkişaf etmiş ölkəsidir, zəngin ölkəsidir, əhalisinin qeydinə qalan ölkədir, sosial ölkədir, səhiyyəsi kifayət qədər yetərincə inkişaf edib, təbiəti, iqlimi olduqca təmiz, qidaları olduqca keyfiyyətli, nəzarət altında olan qidalar və niyə görə burada xərçəng xəstəliyi belə vüsət alıb? Bu arada kanalımıza abunə olun. Mən də bu statistik məlumatları, səhiyyəyə bəlli olan səbəbləri izah edəcəm. Onu da yer gəlmişkən göstərim ki, bu zibil qabıdır. Amma elə belə zibil qabı deyil. Adətən bu tip zibil qablara heyvanların nəcislərini, ev heyvanlarını gəzdirərkən onların nəcislərini yerdən götürüb ora, xüsusi salafanda ora atırlar. Demək, 2022-ci ilin göstəricilərinə görə, statistikasına əsasən, Norveçdə 38-40 min arasında insan xərçəng xəstəliyinə yoluxub. Lakin bunun səbəbləri də var. Bunun səbəbləri niyə görə bu qədər 5 milyon 500 əhalisi olan ölkədə 38-40 min böyük göstəricidir. Bunun səbəbləri ondan ibarətdir ki, burada səhiyyə olduqca inkişaf edib və insanlar vaxtaşırı gəlirlər check-up müayinəsinə. İldə 1-2 dəfə ən azı check-up müayinəsinə gəlirlər və xərçəng vaxtından tez aşkar olunur. Vaxtından tez aşkar olunan xərçəngin də sağalma ehtimalı çox böyükdür, yüksəkdir. 2022-ci ilin göstəricilərinə görə kişilər arasında 77, qadınlar arasında 78% xərçəng xəstələri 5 ildən artıq yaşayıb. Yəni bu deməkdir ki, tam sağalıb. Və bu göstəricilər, bu nəticələr günbəgün ilbəil yüksəlməkdədir Norveçdə. Və statistikanın yüksək olmasının səbəblərindən biri də burada əhalinin yaşam səviyyəsi, yaşam həddi böyük olduğuna, yüksək olduğuna, insanlar uzun ömürlü olduğuna görə xərçəng xəstələrinin statistikası yüksəkdir. Yaşlı insanlar bildiyimiz kimi xərçəngə yoluxma ehtimalı daha böyükdür. Və bir dənə də maraqlı statistika deyim ki, nəyə görə xərçəng xəstələri, niyə görə bəzi xərçəng burada daha çoxdur? Yer gəlmişsə, bu Azərbaycana da aiddir və Azərbaycan kimi neft ölkələrinə də aiddir. Bunu çoxlarımız bilmirik. Demək, burada radon deyən bir qaz var, yerin altından çıxan qazdır. Bu adətən, harda olur bu qazlar bildiyimə görə? Bəlkə də yanılıram, internetdə dəqiqləşmə apara bilərsiniz, amma mən oxuduğuma görə neft çıxarılan ölkələrin ərazilərində daha çox olur bu. Bu iysiz qazdır, bu dadsız, iysiz, rəngsiz bir qazdır. Yanan qaz deyil bildiyim qədər, bəlkə də elə deyil, amma yox, yanan qaz deyil.
Və bu qaz yerin altından çıxır, əsasən həyət evlərində olur. Yerin altından çıxır və adam hiss eləmir ki, evində radon qazı. Mütəmadi o qazı iyiləyən adam, onun evinin ərazisində, həyətində, evin altından hardasa sızma varsa, qaz çıxırsa, o qaz. Bu ağciyər xərçənginin yaranmasına böyük təkan verir. Və bunlar da burada da Norveçdə də insanlar ev alanda, ev tikəndə o radon qazının səviyyəsini gəlib yoxlayırlar ki, burada radon sızması var ya yoxdur, xüsusi cihazlarla, xüsusi instansiyalar var. Amma qeyd edeyim ki, bu statistika belə həvəslə açıqlanılmır. Var bunun statistikası, var bunun xəritədə xəritəsi ki, harda radon qazı ehtimalı çoxdur, amma həvəslə göstərilmir. Bunu sanki gizlədirlər bir qədər. Gizlətmirlərsə də, yəni çox da bildirmirlər. Bu radon qazı ehtimalən Azərbaycanda, ələxüsusda Abşeron ərazisində var, amma çox təəssüf ki, bizdə belə şeylər yoxlama yoxdur. Bu arada onu da deyim ki, burada səhiyyə demək olar ki, pulsuzdur və eyni zamanda xərçəng xəstələrinə tam olaraq pulsuz müalicə olunur, psixoloji yardım göstərilir. Bu azmış kimi xərçəng xəstələrinin yaxınlarına, yanında yaşayan, yaxınlığında olan adamlara da eyni zamanda kurslar keçilir. Xəstə ilə necə davranmaq filan haqqında pulsuz kurslar keçirilir. 2022-ci ilin göstəricilərinə görə 10.800 insan dünyasının xərçəng səbəbindən burada dəyişib. Qeyd edeyim ki, əhalisi 5.500.000 olan ölkədir. Elə bil ki, Azərbaycanın tam yarısı qədər əhalisi var. Xərçəngin də əsas yayılmış növü prostat, döş, ağciyər, dəri, bağırsaq xərçəngidir burada. Və ilbəil də bu göstəricilər sözün yaxşı mənasında yaxşılaşdırılır, azaldılır və əhali də aktiv həyat tərzi keçirir. Böyük əksəriyyəti idmanla məşğuldur, gündəlik idmanla, yəni sürətli yerişlə. Eyni zamanda bir vaxtda qeyd elədiyim kimi Norveçin qidaları çox ciddi şəkildə yoxlanılır. Yəni burada qidadan zəhərlənmə halı eşitməsən, mümkün deyil. Olursa da çox təsadüfdən olan hallardır. Yəni mənim rastıma gəlməyib. Belə, bu vaxtda bu qədər. Özünüzə yaxşı baxın. Allah sizləri qorusun. İnşallah növbəti videolarda görüşməklə. Kanala abunə olun. Fikirləriniz varsa şərh yazın. Sağ olun, sağlıqla qalın.